Lənkəran yolculuğu başlasın. Səhər tezdən benzin doldurma yeri yaman doludur. Bir neçə dəqiqədə gözləyirik. Elazığ xanım da inanmır. Anaya bax. Tumu var. Salam denə. Salam. Dostlar denə. Salam. Dostlar. İşıq tərsdən vurur. Ona görə üzümü bu yana keçirdim. Sözümdə yarımçıq qaldı. Nə deyirdim? Səhər nəysə durdum. Elə evdə bir-iki dənə iş vardı. Onları da gördüm və işlərimizi yığışdırdım. Yeməklə bağlı. Şamadanımızı axşam yığışdırmışdım. Biz Lənkəranda bir dəfə getmişik. Onda ailə dostlarımızla getmişdik. Bu dəfə də mənim anam atamla gedəcəyik. Çünki onlar ən çox anam gəzmək istəyirdi. Elə fikirləşdik, Lənkəranda getmək istəyirdik. Daha doğrusu indi biz təkcə Lənkəranı gəzməyəcəyik. Lerikə də getmək istəyirik. Lerikdə Sim kəndi var. Orada çox yox, Astarada. Astaradadır. Sim yox, Sım. Sım kəndinə gedəcəyik inşallah. Və bir neçə yerdə Xambulana belə buralarda gedərik. İnşallah videonun qalan hissəsində də görərsiniz. Bir də gəlmişik anam gidi götürək. Buradan da gedək yola düşək. Tutu, nana. Tutu, nana. Köpek. Köpek. Ala. Hadi. Ala. Ala. Aydın evdədir. Ala. Eliza. Kızım. Hadi. Hadi. Eliza. Al bunu. Evde. Ha, evde. Evde diyor ama evde. Maskinə yaxşı olacaq. İstəmirsən balaca? Yox, böyük də. Hep balaca boş. Allah, qəşəng. Qəşəng, super bəyəndim. İndi də Gəldim marketə soğala. Buradan gedir. Aman dalaq de. alam. Ne üzümlə çinkum şokoladım. Götürək. Çay içməyə də bunları götürdük. Yəni chips, su alırıq, çıxırıq. Gəlir ata. Sən o hardan aldın? Yumurta. Çay nesrəliyi var, şirin şey, yoksa? Elə hoş keyfə düşmüsən ha. Çim diye dururdu. Ala sənə çim. Ana. Aycan. Yok. Eller yük. Ehtiyatlı ola, yıxılarsan. Günlər əvvəl bura gəlmişdim. Bura hacı oğludur. Bu qədər qəşəng deyil. İndi uşaqlar kimi belə qəşəng. Necə deyək, hovuzun yerinə belə bir şey eləyiblər, böyüdüblər, qəşəngləşdiriblər. Gəldik çay içək, sonra gedək. Ehtiyatlı ol. Buraya gel, bura. Ya hiç şey olmaz, zeytin attı. Biz bunu buradan necə çıxardacaq, əsas məsələ. Yaxşıdır. Nerede o yumurta? Ammeler. Çörek diye çörek. Burada. Burada Eloş, ana, bir de ne var? Eliza yatdığı üçün mən maşından düşmədim. Anam atam bir də Kənan getdilər burada aşağı. Buranın adı neydi? Yanardağ. ChatGPT-dən soruşmuşdum ki, Masallıda haranı gəzə bilərik. Gəldik, amma yəni gəzməli bir şey yox imiş, balaca bir şeydir. Yəni Kənan deyir, heç uşaqla gediləsi kimi deyil. İndi onlar baxıb geri qayıdırlar. Biz də oturmuşuq maşında gözləyirik. Belə başqa Masallıda hara getmək. Fikir dəyişikliyi oldu. Biz indi aşağı doğru
düşürük. Amma yollar çox da belə şey deyil ha, biraz. Maşınlar gedirmiş. Bayaqdan biz burada otururuq, maşın görməmişəm. Eliş qurbağa tullanır. Ha, tullandı yenə. Siz bir xana kimi yerdə elə bir bura. Gəlin gedək əsas yerə. Maşınla düşdük bura qədər. Buradan da deyəsən pləkanla düşəcək. Hə, Kənan? Kənan gedib görüb təzdən qayıdıb bizi götürməyə. Deyir, orada vannalar var, 5 manatdır. Kükürtlü suda belə başlasın ki, neyəsə müalicəvidir də, hamam kimi qəbul edə bilirsiniz. Şimdi gedək sizə göstərəcəm. Eloş, yerlənmək istəyirsən? Valla mən də istəyirəm. Gel. Geleyim size. Hoppa. Ha. Hoppa. 1, 2, 3, 4, 5, 6, daş 6, 7, 8, Firəngiz. Bilmirəm səsim düşdü yoxsa yox. Orada çaylaq var. Çaylağa düşüb qızlar oturublar, görürsünüz. Ayaqlarını da suya saldılar. Orada da müalicəvi otaqlar var. 5 manat anagil soruşub nədir? Jacuzzi, nə gedir? Hamamdır, vannadır. 2 manat da dəsmala verirsiniz. Bu işlərə belə külək əsdi, çox qəşəng sərin gəldi. Mən dedim, bilmirəm səsin gəldi yoxsa yox. Deməli, burada kükürtlü su vannaları var. İçmə bilərsiniz burada, vanna qəbul edə bilərsiniz. 5 manat vannanın özüdür, 2 manat da dəsmal üçün alırlar. Və deyilən müalicəvi də, yəni gəlmişim biz girmək istəyirik. İndi anamla atam getdi, görək onlar bəyənsə biz də gedəcək. Mənzərə də qəşəng, yəni gəlməyə dəyər. Birinci biz bura düşmək istəməmişdik. Aslında mən bilmirdim belə yer olduğunu, amma qəşəngdir. Oradan çıxandan sonra burada belə bir hissə var. Nedir sözüm sizə? Çay da içə bilərsiniz burada. Burada biraz taxtalar apasınıdır. Təhlükəlidir də, biraz görürsünüz də necədir. Belə çaydır. O hissədə vanna qəbul edən yerdir. Burada da oturub qəşəngcə çayınızı içə bilərsiniz vanna qəbul edəndən sonra. O tərəfdə də çay axır. Bu tərəfdə də. Çox pis gəlir. Amma xeyirli bir şeydir, hə bu? Burada belə bu bulaqdır, qaynayır. Kükürtlü sudur. İyi, çox qəribədir, amma xeyirli bir şeydir də. Biz isti vannadan çıxdıq. İndi qəşəng çayımızı da içirik. Təəssüratlarımı bölüşüm. Mən kükürtlü sudur, belə vanna eləyiblər, qaynayır altdan. Siz də girirsiniz, 10 dəqiqə, 12 dəqiqə belə qəbul edirsiniz onu. Sonra çıxırsınız, soyuq duş alırsınız. Çox qəşəng. Mən çox bəyəndim. Biraz çox qalan adam ürəyi düzdür, nə deyirlər, vururdu. Amma ümumiyyətlə oradan çıxandan sonra belə adamda qəribə bir hiss yaranır. Ürəyi nə dedi? Vururdu da, ürəyin vururdu. Deyirəm, ürək dır deyirsən. Şimdiden oturub belə qəşəng çayınızı içirsiniz, olur qəşəng. Beğendim. Çox gəlməyinə dəyər. Hə. Bayıldım. Atı 20'də zorla salmışıq. Kenan təriyirsən ha. Hə, adi hamam effektidir. Kenan hamama çox gedirdi, onun üçün fərqli gəlmədi, amma mənə biraz fərqli gəldi, xoşuma gəldi. Həm də kükürtlü sudur, dəriyə xeyirlidir. Abed eləmək üçün, doğrusu abed saatı deyil, уже gecdir. Nəysə, belə bir yerə gəlmişik. Burada dağın hündür yeridir. Bayaq aşağıdaydıq, o yanar bulaq olan yer. İndi bura yuxarıdadır, burada oturub yemək yeyəcək. Teras hissəsinə çıxdıq. Bura daha qəşəngdir, səliqəlidir. Mənzərəni sizə göstərim. Hə, ana, bura daha qəşəngdir. Ayaqqabıları hanı qoyursun? Canlı daha gözəldir. Hə, onu deyirəm, bizim stullardandır. Yaşıl rəngi. Qardaşındadır. Yeməyimiz, içməyimiz, yeyirik, içirik, içmirik. Allah papamızdan sağ eləsin. Gündə ət yeməyi yeyirik. Buradan adını da bilməm. Bu oturduğumuz yeri çox dadlı idi yeməklər. Ətləri yumuşaq. Yəni həqiqətən dəyər. Burada bilmirəm indi qiymətlər 8 manatdan, kebablar 11 manata qədər idi.
Görüntüsü də buranın qəşəngdir, sərindir, dadlı idi yeməklər. Belə Amma deyək, restoranın adını bilmirəm. Yeməklər 8 manatdan, kebablar 11 manata qədər idi. Hə, 8 kabablar 8 manatdan 11 manata kimi idi. Aşının qiymətini bilmirəm. Bir də sadə düyü istədik Eloş üçün. Yəni qiymət bilmirəm axırda nə qədər gələcək. Orada yuxum gəlir. O qədər yorulmuşam ki, yuxum gəlir. Restoranın adını indi baxaram düşəndə sizə yazarız. Qiyməti göstərmək istəyirəm nə qədər verdik. 46-20 verdik və bir şiş lülə, tikə və nə idi adı? Yazlıq da orada hamısı. Hə, burada yazılıb hamısı. Əlim yoxsa mənə döyəcək. Siz özünüz baxın. Nəysə, bunlara ümumi 46 manat 20 qəpik verdik. Yerin də adı Dəmir ağacdır. Belə yolun qırağıdır. Qəşəng səliqəli yerdir. Gələ bilərsin. Nə bax, gəlinə, əlini qoyub belinə. Gəlinə bir söz deyəsən, gedib deyər əlinə. Ananın şirini. Biz gedirik Lənkərana. Masallı gəzinti. Saat 6 olub elə biz otelə giriş eləyənməmişik. Yolları almaqla gəlirik. Gəlir. Bu koteclərdən birində qalacaq. Gəlir. Gəli. Niyə qışqırırsan? Qəşəng görsən hə koteclər? Burada size kasmışım tabii de. Ayaqqabımızı burada çıxardı belə girək. Biz gəldik. Çoranmamış dedim sizə çəkim. Burada ikinci yataq otağı. Burada hamam. Buranı söndürək, səs gəlməz. Burada divan. Divan, televizor. Qəşəng bu stolu çox bəyəndim. Bir də belə mini kuxnası var. İkinci mərtəbədə biz çıxmayacağıq çünki çox adam olanda ora açıq olur. Bir də belə qəşəng terası var. İndi çıxanda da sizə göstərəcəm. Bu qədər. Terası da qəşəng. Axşam yeməyini elə burada yeyərik. Sınavar çayı verirlər burada, qalyan zətləri. Hə. Yəni Ayda bir adam baxmır. Çölünü də sizə göstərim. Görünüşü belədir, çox qəşəngdir. Bu ümumiyyətlə Aykanla nə vaxtsa inşallah söz vermənə gələcəkdə bağ evimiz olsa belə eləyəcəyik. Nədir bu qırmızı? hə, Mənim ən sevdiyim görünüşdür bu. hamısını yox da. Necə eləyəcək? Bir dənə bundan vurarıq. Qalanmış. Heç xəyal. Nə izləyir? Ay Allah, mənim yer belədir. Xəyal edirəm. Hesabı deyirəm də. Hə. İnşallah. Allah yetirsin bizi. Demir ki, amin. Sən istə yeyərəm. Amin yarə. Amin abi. Ay Allah, görürsünüz mən nələr çəkirəm. Ay, qocaldıq. Qəşəng həqiqətən çox xudma. Yox, qapı bağlıdır, heç gəlməyin. Onun da qapısı var. Hə, bağlıdır ora. Buradan çəkdim. Hə, valla mən çox bəyəndim buranı. Onlardan da gəlmiyorlar ama yukarıdan alabilirsin. Qiyməti də sizə deyim. Qiymət bir günlük 250 manatdır. Yəni bilmirəm 6 nəfər qalsaz neçəyədir. Biz 4 nəfər qalırıq. 250 manat ödənişdir. Kotec daxildir, bir də səhər yeməyi daxildir. Bu qədər. Görünüş qəşəngdir, səliqəlidir. Uy, görünüşü qəşəngdir, səliqəlidir. Necə bu pula dəyər. Adam gələndən sonra görürsən, indi həyətində sizə hava qaralmamış çəkib göstərəcəm. Nə gətirmişsən? Ana yemək, içmək, hər şey şəraitli gəlib. Su dolduraq, verək oynasın.
üstündən şey, Eroşun yeməyi dağılıb, bir də gilas. Gətir bunu da qoyaq, biraz sərinləsin. Aç, aç ana. Qoyaq sonra üstünü silərik. Hop. Eroş, anaya bax. Eliza. Bak. Biz əynimizi dəyişdik. Giyindik, biraz üz-gözümüzü bəzədik. Nəysə, indi çıxdıq ki, burada baxaq görək nə var, nə yox. Burayla yaxından tanış olaq, görək nələr var, nələr yoxdur. Burayla qəşəng sakitçilikdir, hava da sərindir bəxtimizdən. İndi bu hissədən gedəcəyik. Orada musiqi gələn yer var, oranı sizə göstərəcəm. Burada fərqli ağaclar var, düzdür, hələ bilmirik nədir, nə deyil. İnşallah sabah soruşarıq. Hamısı belə əyri-yürü ağaclardır, maraqlıdır. 100% bu qədər. Bəlkə də, nə bilim. Səndə proqram yoxdur. Əslində baxa bilərik elə. Proqramla. Burada belə dağın ətəyindəyik. Atırırsan üstüne. Yeni. Yiyeyim ben. Yiyirəm. Getdik. Eynən mənim, mən də belə gəzirdim çox. Ata yadına gəlir. Parka gedəndə yolun qırağı ilə belə şeyləri ilə hündür yerlərinə gəlir. Kənan çoban. Eroş da qoyun. Quzudur, quzu. Ata bu yüzü. Evet sağ neyse. Yenə sürüdən çıxdın Eroş. Ay Eroş. Yap. Daha sözdən çıxanda atıq vuracaq sənə. Sen ne burada? Get gidersin. Get. Burada açıq havada filmə baxa bilərsiniz axşamlar. Bir dənə problem oldu ki, yəni pulsuz baxa bilmirsiniz. Oturursunuz, amma nəsə sifariş etməlisiniz. Belə kafe kimi bir şey eləyə bilər, amma kinoya da baxa bilirsiniz. Açıq hava filmi. Burada sonra belə nə deyirlər buna? Oyun yeri, futbol, hər halda voleybol üçün və voleybol neydi? Basketbol. Bu hissədə də uşaqlar üçün oyun yeri var. İçərisi genişdir. Bayaq göstərdim sizə, orada getdiyimiz yerdə də kafesi, restoranı var idi. Səhər yeməyini inşallah ora gedəcək, göstərərəm daha ətraflı. Var da Sumqayıtda deyir ən yüksəyədir gedəndə. Çoxdandır belə yerləncəyə falan bilmirdim, ürəyim qalxdı. Hemen çekeyim sizi. Voleybol oynamaq olar 2-2 ya. Hə, voleybol ağır topdur, basketbol üçündür deyəsən. Aha ana. Məktəb vaxtı biz bunu oynayırdıq. Aç. Açma. Gör buna top veren yoktu aradan İkisində də şey olacaq, eyni zamanda məktəb uşaqlarında kapıda. Halal oldu. İndi mən. Gəldiyi yerə at. O cığalçı uşaqlar olur ya, ona bax. Ay cığalçı. Al. Suyunu yiyip götürmüş. Şuna bax. Ya da sen mənə basılı vermişsən. Bunu mən vermişim, çəkməyib bu Mən məni. də təzdən basmışam, stop eləmişəm. Sən boğacam. Ana ver də day. Sen oradan geç, ata top atır. Hə. Gel gözü kızığı çekin birinci buradan. Gel hayatım gel. Kaç ata top atır. Hop. Deme ata at. Bak helal.
Ay ay. Oy 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 oy. Sən bayaq məni çəkməyəndə bilmirdin ki, sənin topunda girməyəcək. Aya. Gəlin, gedək o tərəfə baxaq, yoruldum uca. Qaç! Yemişi doğramaq kanallıq. Qəşən sərqəli hamısını doğradı. Çipslərimizi açdıq. Hə, ən çətin. Mən yorulmuşam da. Neyse, indi bunları qəşəncə yiyəcəyik. Nə deyirlər, Türkiyəni biraz elədi, xatırlatdı. Aşağısı da var, Ay Allah, bizim bəxtimiz haqqında Bizə bir maşına düşən kimi başladı. Bax, maşından ayağımızı elədik, saldıq, başladı yağış. Mən içəridə də oturmaq istəmirəm. Buradan deşim qatar keçin. Neyse, bu vlogu burada bağlayacağım. Elazığ'ın ağır tutdu bizi. Elazığ'ı yatırıp çıxmışdıq ki, biraz baş-başa illər sonra qalaq, o da bir qismətimizə. Biz günü necə bitirmək istəyirik və necə bitir. Kalbasa aldım, acından ölürdüm. Biz çörəyin altına qoyacağım, bunu yiyəcəm. Sonra evə gedim, kofe içim, yatacağım. Deyəcəksiniz ki, bu saatda kofe içib yatarlarım, amma ürəyim çox istədi. Bu videonu bəlkə burada sonlandırım. Çünki mənə elə gəlir ki, bu vlog uzun olacaq. Sonra qalan hissəsində part 2-də sizinlə yenidən bölüşəcəm. Mütləq, əgər videonu bəyənmişsinizsə, mənə kömək olmaq üçün, dəstək olmaq üçün videonu bəyənin və abunə olun. Kommentdə də bir-iki cümlə yazsaz çox şad olaram. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşənə qədər.